Son vaxtlar havaların küləkli keçməsi balıq bazarlarında qiymətlərə ciddi təsir göstərib. Əməkdaşlarımız balıq bazarlarında olub, gəlin bazarlardakı vəziyyətlə bağlı əməkdaşımız Yaqub Mehdoğlu'nun süjetini bərabər izləyək. Boş qalan piştaxtalar, az sayda balıq, yüksələn qiymətlər. Görüntülər Salyanın balıq bazarındandır. Satıcılar deyir ki, son günlərdə havaların küləkli keçməsi balıqçıların dənizə və kanallara çıxmasına imkan verməyib. Buna görə də balıq bazarında durğunluq yaşanır. Bayram qabağı vəziyyətin belə olması həm satıcıları, həm də alıcıları narahat edir. Balıq yaman yoxa çıxıb. Balıq heç yoxdur ki, alısında bir də yesinlər. Dəriya qurub, neçə vaxtı, bir həftədən çoxdur, küləkdir, qırğındır. Ona görə heç dənizdə balıq yoxdur ki, 3 dəqiqə gətirirlər, 2 dəqiqə gətirirlər. Olsa əgər ucuz olar. Yoxdur da, yoxdur bahadır. Küləklə əlaqədar olaraq balıq az gəlir də. Qiymətlərə təsir edir. İndi qiymətlər balaca qalxıb da elə bir. Alıcılar da yaranan vəziyyətdən narazıdır. Onlar deyir ki, bir neçə gün öncə 15 manat alınan balıqları 20-25, hətta 30 manat almaq mümkündür. Balıq çox bahadır. Bayramla əlaqədar, neyə əlaqədar bilmirəm. Amma 30 manata durub kütümü almaq olmur. Əvvəllər 15 manat alırdıq, 12 manat alırdıq. İndi 15 manat, 18 manat arası dəyişir. O da cəmaat imkanı yoxdur, qaçılmazdır. Yəni ki, o mümkün olmasın ki, bayramda qiymət qalmasın. Qeyd edək ki, hazırda Salyandakı balıq bazarında kütümün 1 kiloqramı 30, çəki 8-10 manat, ilan balığının bir ədədi 3 manat təşkil edir. Alıcıların sözünə görə bayram qabağı balıq qıtlığı qiymətlərin bir daha artmasına səbəb ola bilər. Yaqub Mehdoğlu, Vüqar Qaliboğlu, Fidan Səfər, Spayız xəbər, Salyan.